Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə çox dadlı piroq reseptini bölüşəcəm. Az ərzaqla eləyə biləcəyiniz möhtəşəm bir piroqdur. Həm də ki, uşaqların məktəb çantasına qoya biləcəyiniz bir resepti sizlərlə bölüşmək istədim. Sizin üçün də fikir olsun. Videoda da göründüyü kimi çox yumşaq alınır, həm də ki, bir o qədər dadlıdır. İndi isə keçək hazırlanmasına. Əvvəlcə 4 yumurtanı yaxşıca çalıram, ağarana kimi. Ağardıqdan sonra 180 qram şəkər tozunu əlavə eləyib, biraz yenə qarışdırıram. Qarışdırdıqdan sonra bir başqa qabartma tozu, bir başqa vanil, bir limonun qabığını tyorkanın xırda gözündən çıxardıb əlavə eləyirəm. Sonra isə 200 qram unu da əlavə eləyib yaxşıca qarışdırıram. Ən axırda isə 10 qram, yəni 2 xörək qaşığı qədər qaynar su əlavə eləyib, bir kütlə alana qədər yenidən qarışdırıb, əvvəlcədən yağladığım tavaya əlavə eləyib, 180 dərəcədə 30-35 dəqiqə bişirirəm. Sonra isə çıxardıqdan sonra tavanı tərs çevirib, soyumasını gözləyirəm. Bu formada eləyəndə yaxşı çıxır, yapışmır. Tez çıxır. Biraz soyuduqdan sonra isə tavanı qaldırdıqda görəcəksiniz ki, biskvit çıxıb. Heç bir cür, yəni forması itməyib. Nə cür formada qəlbi varsa, elə formada biskvit çıxır. Bu formada eləyib nuş eləyə bilərsiniz. İnanın, çox dadlı piroqdur. Həm də ki, rahat başa gəlir. Az ərzaqla möhtəşəm dadlı piroq əldə edə bilərsiniz. Mən